Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli Saməddin. Bugün sizə Naxçıvanda imtahan verəcək sertifikasiya müəllimləri üçün paylaşdığımız növbəti sınavımızın izahını veririk. Bu suallar təbii ki, öncəlik olaraq Naxçıvanda imtahan olacağına görə o müəllimlər üçün nəzərdə tutulub, amma Bakıda və digər bölgələrdə imtahan verəcək müəllimlərin də müəllimlərə də faydalı olacaq. Bu suallar əvvəlki ilin sertifikasiya imtahanının sual tipləridir. Diqqətli olun ki, hər biriniz yararlana biləsiniz. Hətta miqə hazırlaşan müdavimlər də onların da qarşısına çıxacaq rahat sual tipləri içərisində belə tipli sual tipləri görə bilərlər. Başladıq. Birinci sualımız. Traktorlar həftədə 42 və 38 saat işləyirlər. Birinci traktor ikinci traktordan 2 litr çox benzin işlədir. İkinci traktor eyni yanacaq yandırdıqlarını, iki traktorun eyni yanacaq yandırdıqlarını bilərək onların həftədə neçə litr benzin işlətdiyini müəyyən edin. İndi biz burada görürük ki, bunların arasında biri 42 saat işləyir, biri 38 saat. Mən də 42-dən 38-i çıxıram görüm, biri o birisindən neçə saat çox işləyir. Biri o birindən 4 saat çox işləyir. Və bunun 4 saat çox işlədiyinə görə 20 litrdə çox benzini gedir. Deməli bu traktor 20 litr benzini 4 saata işlədir. Həmin o çox zaman sərf etdiyinə görə çox benzini də gedir. Mən də 20-ni 4-ə bölürəm görüm bu traktor saatda neçə litr benzin işlədir? 5 litr. İndi bu traktorlar da həftəlik eyni qədər işlədirlər də, iki traktor eyni yanacaq işlədir. Deyir ki, bir həftəyə ikisi birlikdə cəmi nə qədər benzin işlədirlər? Bir həftə ərzində biri 42, biri 38 saat iş görürmü? Görür. Topladım, 80 saat bir həftəyə iş görürlər. Və saatda 5 litr sərf olunursa, 80-i vuracam 5-ə görüm. Bir həftə ərzində cəmi neçə litr benzin istifadə olunur? 400 litr benzin istifadə olunur. A variantı bizim doğru cavabımızdır. Bu videomuzu bəyənin, paylaşın ki, sizin kimi digər müdavimlər də, müəllimlər də bu videolardan faydalanmış olsun. Həmçinin dərs qruplarımıza qoşulmaq üçün bu nömrəyə yaza bilərsiniz və YouTube kanalımızda, Ağabəyli Saməddin YouTube kanalında bundan əvvəlki izahlara da mütləq baxın. Bu seriyanın bütün videolarına baxaraq siz də imtahanda yüksək nəticə əldə edə bilərsiniz. Ədədin minliklər sinfinin rəqəmləri cəmi. Baxın, bu ədədin təkliklər sinfidir, bu da minliklər sinfidir. Minliklər sinfinin rəqəmləri cəmi olur 27. 2 rəqəminin mərtəbə qiyməti. 2 rəqəminin mərtəbə qiymətini necə tapıram? 2-ni olduğu kimi yazıram, qalanlarını 0 eləyirəm. Yəni 2 rəqəminin mərtəbə qiyməti ilə 2-nin özüdür. Yəni 27 ilə 2-nin cəmini istəyir bizdən. 29-dur variantı bizim cavabımızdır. Üçüncü sualımız 2022-ci ildə olmuş imtahan sualıdır. Ümumiyyətlə bu seriyada sizə göstərdiyim bütün suallar əvvəlki ilin sertifikasiya imtahan sual tipləridir və yeni imtahanda qarşınıza çıxması ehtimal olunan tiplərdir. Kassada 2000 manat, 5 manatlıq və 20 manatlıq var. 20 manatlıqların məbləği cəmi 5 manatlıqların məbləği cəmindən 9 dəfə çoxdur. Baxın, 5 manatlıq var, bir də 20 manatlıq var. Deyir ki, 20 manatlıqların məbləği cəmi 5 manatlıqların məbləği cəmindən 9 dəfə çoxdur. Yəni bunun məbləği 1 kvadratdırsa, yəni x-dırsa, bunun məbləği 9 kvadratdır, yəni 9x-dir. Hissə modelindən də göstərirəm, tənliklə də. Ürəyin hansını istəyir, onu seç. Və bilirəm ki, bu iki məbləğin cəmi neçə min eləməlidir? 2000 eləməlidir. Mən də 1 kvadratın üstə 9 kvadrat gəlirəm, 10 kvadrat eləyir, yəni 10x bərabərdir 2000. 1 kvadrat, yəni 1x bərabərdir 2000 ona bölürəm, elədi 200. 5 manatlıqların məbləği cəmi 200 manatdır. 20 manatlıqların məbləği cəmi isə 9 vur 200, yəni 1800 manatdır. İndi 200 manat 5 manatlıqlarla da 200-ü 5-ə bölürəm görüm neçə dənə 5 manatlıq var? 40 dənə. 1800 manatsa 20 manatlıqlarla 1800-ü də 20-yə bölürəm görüm neçə dənə 20 manatlığı var? 90 dənə. 40 və 90 bizim cavabımızdır. 6-cı sual. Qutuda 6 qırmızı, 5 yaşıl, 10 sarı kürə var. Qutuya baxmadan ən az neçə kürə çıxarmaq lazımdır ki, çıxarılan kürələrin içərisində 2 qırmızı kürə mütləq olsun. Yadınızda saxlayın, hansı rəngin adını çəkirsə, bax bu tipli sual imtahanda yenə qarşınıza çıxacaq. Ehtimaldan ən çox düşmüş sual tipidir. Hansı rəngin adını çəkirsə, o rəngdən başqa yerdə qalan rəngləri toplayırsınız. Bax, qırmızının adını çəkdi. Qırmızıdan başqa, 6 qırmızıdan başqa 5 yaşılla 10 sarını toplayıram. Üzərinə son cümlədə bizdən neçə qırmızı istəyirsə onu gəlirəm. Qutardı. 17. Bu tipli sualları hər zaman bu yolla yaza bilərsiniz. Ümumiyyətlə ehtimal məsələlərindən nə düşüb düşmədiyini öyrənmək istəyirsinizsə, yazın ehtimal məsələləri Ağabəyli Saməddin. YouTube kanalımızda sizlər üçün
ehtimal məsələlərinin bütün tiplərinə aid suallar var. Həmçinin bizim sınaqlar qrupumuza qoşularaq, dərs qrupumuza qoşularaq siz də həftə ərzində istər canlı dərslər olsun, istər sınaqlar və izahlar olsun, bunlar haqqında ətraflı məlumat əldə edə bilərsiniz. 2 il əvvəl ana qızından 3 dəfə böyük idi. Yazıram 2 il əvvəl ana qızından 3 dəfə böyük idi. Yəni qızın x yaşı olanda ananın 3x yaşı var idi. Əla. 4 il sonra. Baxın, 4 il sonraya getməmişdən əvvəl indiki zamanı tapmalısın. Çünki bu adamlar birinci indidə yaşamalıdır, sonra 4 il sonra getməlidir. İndi ana 3x üstəgəl 2 yaşındadır. Çünki 2 il əvvəl belə idisə, indi belədir də 2 yaş böyüyüb. Qızı da 2 il əvvəl x idisə, indi qızın yaşı x üstəgəl 2-dir. Bəs 4 il sonra nə baş verəcək? 4 il sonra ananın yaşı indiki yaşından da 4 artacaq, 3x üstəgəl 6 olacaq. Qızın yaşı da indiki yaşından 4 artacaq, x üstəgəl 6 olacaq. Və deyir, ananın yaşı 4 ildən sonra, yəni bu ərəfədə ananın yaşı, yəni 3x üstəgəl 6. Qızının yaşının, yəni x üstəgəl 6-nın 2 mislindən 2-yə vurdum. 4 vahid çox olacaq. Üzərinə 4-ü gəldim. Gəlin də hesablayaq. 3x üstəgəl 6 bərabərdir. 2x üstəgəl 12 üstəgəl 4. Buradan da x bərabərdir. X-i necə tapdım? 3x-dan 2x-i çıxdım. Elədi x. 12-nin üzərinə 4 gəldim. 16. 16-dan 6 çıxdım. 10. Ananın indiki yaşını rəqəm cəmi. Ananın indiki yaşı bax budur. 3-ü vuracam 10-a. Üzərinə 2 gələcəm. Ananın indiki yaşının rəqəm cəmi 32 indiki yaşıdır. Rəqəm cəmi 3 üstəgəl, rəqəm hasili üzr istəyirəm. Rəqəm hasili isə 3 vur 2, 6-ya bərabərdir. A variantı bizim cavabımızdır. 6-cı sual sertifikasiya imtahanında olmuş Kater məsələsidir. Deyir ki, salın sürəti 4, qayığın sürəti 12-dir. Motorlu qayıq sala çatmaq istəyir. Deməli, motorlu qayıq sala çatmaq istəyirsə, yadınızda saxlayın ki, bu hərəkət axın ilə hərəkətdir. Çünki sal ancaq axın ilə gedə bilir. Deməli, sal gedir qabaqda, motorlu qayıq da katerdə gəlir onun ardınca. Düzdür? Necə gəlir? Axın ilə gəlir. Çünki sal axın ilə gedirsə, salın ardınca kim düşübsə, o da axın ilə hərəkət edir. Salın sürəti 4-dür. Çünki salın öz sürəti yoxdur, çayın sürətinə bərabərdir. Salın sürəti 4-dür. Katerdə onun ardınca gəlirsə, 12 üstəgəl 4, yəni 16 sürətlə gedir. Çünki axın ilə gedir axı. İndi aralarında 54 kilometr məsafə var. Sən də bunu görən kimi deyirsən ki, müəllim, bu eyni istiqamətli hərəkətdir. Eyni istiqamətli hərəkətdə 4 saatdan sonra onlar arasında neçə kilometr olacaq onu soruşur. Baxın, biz burada məntiqi necə tuta bilərik? Bu 16 ilə getdiyi kimi bu da 4 ilə gedir. Düzdür? Mən 16-dan 4-ü çıxıb deyirəm ki, kater 12 sürəti ilə sala yaxınlaşır. Çünki kater hər 12 gedəndə, hər 16 gedəndə sal da 4 gedir daxı. Deməli aralarında nə qədər fərq yaranır? 12 fərq yaranır. Yəni uzun sözün qısası biz katerin sürətinin 12-ni 4-ə vuracağıq. Tapacağıq ki, bu 48 kilometr gedər. 54 kilometrdən də 48-i çıxaram, bərabərdir 6 kilometr. Yəni 4 saatdan sonra aralarındakı məsafə 6 kilometr olar. Bəziləri deyəcək ki, müəllim, elə 12-ni 4-ə vurardınız, 54-dən çıxardınız da. Niyə bu qədər uzatdınız? Onda mən şagird, siz müəllim, soruşardım ki, axı bəs bu müddət ərzində sal niyə hərəkət eləməyib? Bəs onu niyə məsələyə qatmadınız? Axı bu 4 saat ərzində salda gedib. Mən də məntiqi belə başa saldım ki, katerin axın ilə sürəti 12 deyil, 16-dır əslində. Kater salın arxasınca getdiyinə görə 16-dan 4-ə çıxıram, eyni istiqamətli olduğuna görə. Deməli, hər dəfə sala 4-4 yaxınlaşır. 12-12 yaxınlaşır. Hər saatda 12 kilometr, 12 kilometr sala yaxınlaşır. 4 saata 48 kilometr yaxınlaşacaq. 54-dən 48-i çıxdım. 6 kilometr aralığında fərq qalacaq. 7-ci sual, qalıqlı bölmə ilə bağlı sualımız mütləq imtahanda qarşımıza çıxır. Ədədi 3-ə böldükdə, deməli bir ədədi 3-ə bölürəm. Natamam qismət qalığın ən kiçik qiymətindən 2 dəfə böyük. Qalıq 1 ola bilər ən kiçik. Ən kiçik qalıqdan, yəni 1-dən 2 dəfə böyük elə 2 eləyir. Qalıq isə mümkün qalıqların ən böyüyüdür. Ədədi 3-ə böləndə ən böyük qalıq 2 ola bilər. Deməli, mən bölünəni taparam ki, 3 vur 2 üstəgəl 2, yəni 8. 8-in 3 misli elədi 24. 24-ün də rəqəm cəmi elədi 6.
Cavab oldu C variantı 6-ya bərabər. 8-ci sualımız, diqqətli olun. Faizlə bağlı əgər düşündürücü bir sual qarşınıza çıxmalıdırsa, sertifikasiyada, bax belə bir düşündürücü sual ola bilər. Bu qarşımıza çıxması ehtimal olan ən çətin sual tipi sayılır. Gəlin bunun öhdəsindən gələk. Sadiq 4% əlavə pul ödəməklə bankdan 6800 pul götürür. 6800-ün tez 4%-ni tapıram. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərəndə də vurub 100-ə bölmək lazımdır. Yəni 272 manat. Baxın, Sadiq bir il ərzində 14 aya, daha doğrusu 9800 manat pul xərcləyir. 9800-ü 14 aya xərcləyirsə, bəs bu Sadiq bir aya nə qədər xərcləyir? 700 manat. İndi deyir, bir ilin sonunda Sadiqin kassasında həm bu qədər pul olur, həm də banka borcunu ödəyirsə, Sadiq aylıq nə qədər maaş alır? Baxın, bir il ərzində Sadiq banka 6800 manat götürdüyünü qaytarır. Üstəgəl 272 manat faizi qaytarır. Üstəgəl bu Sadiq ayda 700 manat xərcləyirsə, bəs bir ildə, yəni 12 ayda nə qədər xərcləyər? Mənə maraqlı olan budur. 8400 də bunun bir illik xərci. Hələ bir bu Sadiq 2528 manatda kassasına pul atıb. Bəs bunların hamısını qazanıb ki, Sadiq yaradıb, atıb, xərcləyib də. Deməli, bunlar hamısı Sadiqin bir illik nə edir? Qazancıdır. Bir ilə 18.000 manat pul qazanır. 18.000-i bir ilə qazanırsa, yəni 12 aya qazanırsa, bəs bir aya nə qədər pul qazanar? Bir aya 1500 manat pul qazanar. E variantı bizim doğru cavabımızdır. Baxa 9-cu sualımıza. 9-cu sualımızda 2022 və yaxud da 2023-cü ilin sertifikasiya imtahan suallarındandır. Diqqətli olaq. Bizə 4 dənə ədəd verib. Bu 4 ədədin ədədi ortası x-a bərabərdir. Yəni x çıx a-ya yox, x-a, x ədədinə bərabərdir. Buradan tez tapıram ki, a üstəgəl b, üstəgəl 84 ilə 41-in cəmi neçə edir? 5, 125 bərabərdir 4x. Düzdür? Yəni x-i da 4-ə vurdum. Bunların cəminin 4x olduğunu tapdım. Bu tərəfdən də deyir ki, a ilə b-nin də ədədi ortası, yəni bunları da toplayıb 2-yə bölündə x eləməlidir. Deməli, a ilə b-nin cəmi 2x-a bərabərdir. Mən də deyirəm ki, a ilə b-nin cəmi madam ki 2x-dir. Gətirib qoyaq yerinə 2x üstəgəl 125 bərabərdir 4x-a. Buradan da 125 bərabərdir 4x-dan 2x-i çıxıram, elədi 2x. Yəni 2x 125-dir. Yəni a üstəgəl b bərabərdir 2x-a, o da bərabərdir 125-ə. A ilə b-nin cəmi, yəni 125-in rəqəmləri hasilini soruşur. 125-in rəqəm hasili edir 10. Cavab oldu E variantı, 10-a bərabər. 10-cu sualımıza baxırıq. Bu sualı videonun rəy bölməsinə tapşırıq olaraq verirəm sizə. Videonu saxlayırsınız, bax elə indi bu dəqiqə isti-isti. Rəy bölməsinə bu sualın doğru cavabını özünüz yazırsınız. Sonra isə izahına baxırsınız, görün düz yazmısınız yoxsa səhv. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 2500 alınan ən kiçik natural ədəd. Bunu tapmaq üçün yüzlüklərə qədər dediyinə görə 100-ü bölürsünüz 2-yə, edir 50 və 2500-dən 50 çıxırsınız. Bu bizim əzbər bir qaydamızdır. 2500-dən 50 çıxanda 2450. Bu ədəd yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 2500 alınan ən kiçik natural ədəddir. Bunun onluqlar mərtəbəsindəki rəqəm, onluqlar mərtəbəsindəki rəqəm 5-dir. 5-in mərtəbə qiyməti 50 eləyəcək. Yəni sualımızın cavabı D variantı 50-yə bərabərdir. Belə əjdaha müdavimlərimiz, müəllimlərimiz, hər birinizə imtahanda uğurlar arzulayıram. Bu seriyanın davamını gəlmək üçün videonu bəyənin, öz ətrafınızdakı iş yoldaşlarınızla paylaşın, onlara da dəstək olub kömək etmiş olarsınız və həmçinin rəy bölməsinə hansı mövzudan izahlar istəyirsinizsə, imtahana düşmüş sual tiplərini görmək istəyirsinizsə, bunu mütləq rəydə qeyd etməyi unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik. Həll-həllük.